Sözlərdə yaxın-yaxın eləməlisən ki, birləşdirəsən. A yaşa sürü. Sonra yenə sürü yazırıq. Ağıllı balam. Yazırıq, yorulmaq yoxdur. Çünki yorulandan sonra dincələcək. Oxuyanda onsuz da dincələcək şifahi oxuyanda. Şimdi bunu birleştireyim. Rında yaz. Birleştirmeye lazım. Öyle. A yaşa Biraz balaca sürü. olmadı. Ü. Həmişə səliqəli. Birdən səliqəli yazıb, birdən səliqəsiz yazma. Eyni cürə səliqə ilə də davam et. Sürü. Çatmayacaq. Yazmısan. Çatmayacaq deyəsən. Yox, çatan değil. Hə, da çatmayacaq. İndi yürüş yazı. Y. Əlin ağrıdır, heç nə olmaz. Yaz az qalıb, azaltmısan. Hərflər bir-bir yazanda. Buranı sen yazarsın. Y. Y, Ü. R. Ü. Ş. S yazıb altına xətt çəkəcəksən. İndi ara qoy. Onun kimi yazdım. Ara. İstəsən yazarsan. Ara eter koy. Öyle biraz birləşdirməmək üçün biraz nöqtə qoyub aralaşdırırsan ki, məsafə saxlayırsan da bir-birinin içində yazmaq olmaz axı onları. Allah, ben dedim səhv yazdım. Düz yazmıştım. Y. Ü. R. Ü. A yaşa yürüş. Bir dənə də ara qoyursan, bir damcı yenə yazırsan yürüş sözünü. Ağıllı balam. R. Ü. Hərflərin çalış eyni boyda yaz. Birin balaca, birin yekə yazmış. Şunu da biraz onlar boyda yaz ki, şu deyəcək ki, hamısı yekəlib, mən balaca qalmışam. Yekəlib. Ha, onu da yekəlib. Bax, yazıq. Çatmayacaq, çatmayacaq. Hə, yürüş sözündə yaz. Çatacaq, çatacaq. Gələm elə birdən, sən üstdən çox qaralama. Böyük S hərfi, Süsən. Böyük S hərfini yazırıq. Bura çatacaq deyil. Sürü sözü. Yox, onu çatdıracaqdan. Yürüş da bəs sonra çatmaz məncə. Yox, çatmaz. Çatmaz, sonra bırak. Çatdıra bilərsən? Hə, çatdıraram. Onda yaz. Yürüş yaz. Çatdıraram. Y. Çatdıraram. Ünün bəs quyruğu hanı? Hə, doğru. R.
Örü. Üşı. Saytlarımız hansılarıydı Turan? Sahip. Hansı saytları tanırsan? I. Birinci A'dan başlayaq da. A. I. A. I. I. Ö. U. Ü. O. O. Bir de o dedi ya o. Şimdi dedi A, I, O, U, U. E, I, Ö, Ü. Sen dedikçe barmaqlarına say gör neçə dənə saytımız var. A, özün denən say həm də. A. I. I. O. U. Ö. Hansı yadından çıxdı? Yox. Neçədən olmalıdır? 10. 9. 9 dənə saytımız olmalıdır. İndi mən deyim say görək. A, I, O, U, E, Ə, I, Ö, Ü. Təkrar edə bilərsən mənimlə bərabər. A, I, O, U, E, Ə, I, Ö, Ü. İndi özün də görüm. A. I. I. Ö. U. Ə. E. İ, I. Ö, Ü. Ü. Bunlar nədir? Sahip. Neçə dənə sayt səsimiz var? 9. Biz səsləri neynirik? Uzadırıq. Səsləri neynirik? İndi səsləri neynədin sən? Dedin. Deyirik və eşidirik. Və sərfləri neynirik? Yazırıq və görürük. Görürük və yazırıq, afərin. Hərfləri isə görürük və yazırıq. İndi bax, bayaqdan İndi bu gün nə hərfi keçmişik? Bax, bu nə hərfidir? Ü. Ü saitdir, yoxsa samitdir? Sahip. Saitdir də, özü nə edirsin? Saitdir. Demək, buradakı nübar sözündəki saitlər hansılardır? B. Yox, sait, nübar sözündəki. Saydan. Nübar sözündəki saitlər hansı? Ü, sonra hansı? A. Bir də A. Bir də A. Bəs n-dır, b-dır, r-dır, bunlar nədir? Samit. Samitdir. Bəs bülbül sözündə neçə dənə sait var? 3. 2 dənə. Düy sözündə neçə dənə sait var? Neçə dənə elədi? Bəs süsən sözündəki saitlər hansıdır? Hə, saitlər hansıdır süsən sözündə? A yaşa, ü ilə ə. Bəs dünya sözündəki saitlər hansıdır? A. A yaşa, Burada neçə dənə değil elədi? de burada kırmızı. Hə. Demək, üdü, ədi, adı, ıdı, idi, edi, odu, ödü. Bunlar nədir? Saitlərdir. Harda görsən bilirsən ki, onlar saitdir. 9 dənə saitimiz var. Burada Biz da- saitləri tələffüz edərkən hava axını ağzımızdan heç bir maneəyə rast gəlmədən asanlıqla çıxır. Düzdürmü? Bu qədər. İndi bu birlərini də yazmağa davam elə süsən sözünü.